Deməli qızlar, hal-hazırda bu arada çolkalarımdan bir dəfə sizi salamlayıram. Bəlkə də bilmirəm, demək ki, kadrlarda varlar, yoxsa yoxdur. Belə çolkanı hələ tez-tez istifadə etməyə başlayıram, biraz alışmamışam. Amma belə genel olaraq tərzimə yaraşdırıram. Çolkanı düşünürəm qəşəng yaraşır. Həm də qış soyuq havalarda düşünürəm qəşəng gedər. Sumkamızı yığaq bərabər. Belə bir sumka. Gedirəm indi Alya ilə görüşməyə. Bizim burada bir projemiz var. İstirik eləmək. Alanya Girls Day səhifəmiz var. O da onsuz da SMM olduğu üçün istəyirik ki, o görevi o üstlənsin. Mən də ideyalar, tutaq ki, insanları toplamaq, yəni nə bilim. Mənim ağlıma çünki çox ideyalar gəlir. Mən də o yaradıcılıq hissəsini üzərimə götürmək istəyirəm, öhdəmə götürmək istəyirəm. Belə onunla bərabər istəyirik səhifəni idarə eləyək və neyniyək? Belə, necə ki, siz videoların əvvəlində gördüyünüz kimi vision board hazırladıq və bunu biz çox eləyək, yəni belə planlarımız, belə organizasyonlarımız çox olsun. Mən həm çünki kömək etməyi, yönləndirməyi, bildiklərimi paylaşmağı çox sevirəm. Həm də zaten mən bu aktiviteləri özüm edirəm gündəlik həyatımda. Niyə tək edim? Niyə tək edim və niyə başqalarına və mənim vision boardumda olan bir arzum normal günlük həyatını yaşaya-yaşaya başqalarının həyatına toxunmaq mümkün olsun. Düşünürəm ki, bunu edə bilərəm. Burada heç bir, necə deyim də, aşırı bir uzmanlıq vaad etmirəm heç kəsə. Yəni necə deyim, mən heç bir yerdə spesifik bir, mən sadəcə həkiməm əslində, yəni ixtisasım budur. Bunun artısı olaraq psixologiya ilə bağlı çoxlu kitablar oxumuşam, şəxsi inkişafla bağlı və düşünürəm ki, mənim ümumi personam sahib olduğu bütün bu mix bilgiləri, çünki gündəlik həyatımda paylaşımda çox yaxşı geri dönüşlər alıram deyək ki, yəni insanlar məndən ilhamlandığını düşünürəm. Və niyə bunu yəni bir qəlbə salıb sırf bir şeydə uzmanam deyib də eləmək zorundayım. Mən onu düşünmürəm elə olduğunu. Sırf bir insan əgər həqiqətən də birinə bir şey təşviq edə bilmə enerjisini sahibdirsə belə, arxa fonda olan bilikləri ilə çox insan ilham ola bilər, düşünürəm və o şəkildə bildiklərimi paylaşaraq, başqasından nəsə görüb öyrənərək, bərabər bir mübadilədə olaraq belə istəyirəm ki, deyitlər eləyək əslində. Ona görə mən burada çox düşündüm nə qoyum. Ona görə də deyit qoymaq ən simple versiyada düşündüm ki, yəni burada mübadilə gedir əslində. Sadəcə bir təşviq edən var, ideyanı yaradan var və hamıları toplayan var və təbii ki, o arxa fonda gerəkən malzemələrdir, ideyanı gerçəkləşmə üçün onları təşkil edən var və təbii ki, arxa fonda bunun yaradıcılıq hissəsini lentə alan var, kadrlar alan var və bugünkü insanın ətrafına toplanan insanlar var və bu date adlana bilər zaten, girl date tərzində və biz bununla günlük həyatımızda əslində çox insanın, mən düşünürəm ki, hal-hazırda sırf yaxından görüşə biləcəyi dostları çevrəsinin olma ehtimalları azdır təəssüf ki. Çünki çox insan uzaqdan uzağa dostluğunu davam etdirir və yaxud da bilmirəm, yəni elə dostunu da götürüb bu deyitlərə qatıla bilər və nə bilim, mən bu fikir ağlıma gələndə düşündüm ki, boş qalmamalıdır, mütləq davam eləməliyəm və həyatımın bu evrəsində bunu həm də iş olaraq eləmək istəyirəm. Bir dənə video görmüşəm ki, kapitalizmin hobilərimizə çöküşüdə oğlan başlayır şəkil çəkməyə. Sonra deyir ki, ona kapitalizm deyir ki, nədən bundan para qazanamıyorsun, oğlan şəkil çəkmə yetenəyini kaybedir. Dedim ki, burada heç bir öyrət. Məsələn, mən rəsm master-klası etmirəm. Yəni, mən kiməsə rəsm öyrədəcəyimi və yaxud da kiməsə nəsə bir şey düzəldə bilməyi öyrədəcəyimi iddia etmirəm. Kim nə qədər bacaracaqsa, potensialını edirsə, o date'in sonunda o cür bir deməli, sonuçla sağollaşacaq. Sadəcə mübadilədə olacaq, ilhamlanacaq, bilmirəm, enerjidən bəslənəcək. Yəni, düşünürəm ki, bunlar özü də çox böyük bir şeydir. Nəysə, çox danışdım, gəlin sumkamızı yığaq. Sumkamız kosmetiçkamız bacımın hədiyəsidir. Çox sevdiyim, almaq istədiyim bir wish listimdə olan kosmetiçkadır. Bacım
hədiyyə elədi mənim üçün yeni ilə. İçinə də allerji spreyim, bugün istifadə elədiyim karandaş pomada və bu tint qırmızılıq. Mən ümumiyyətlə belə bir şey var ki, məsələn indi nude və yaxud da ki pəmbə tonlarda bir şey istifadə edirəm. Bəzən günün müəyyən bir anda ani enerji düşüklüyündə tez qırmızı tintlə sanki dodaqlar qırmızında enerjimin qalxdığını hiss edirəm. Onun üçün şu an daşıyıram. Bu da belə bağlı kistiçkadır. Hər şey olaraq istifadə edirəm. Yəni şaftal tonlu bir əlliyə batırıram. Lazım olanda tutaq ki, gözlük istifadə eləmişəmsə ki, buradakı izləri kapatıram və yaxud da allığımı təzələyirəm və s. Çox danışdım. Belə, bunu da çantaya ataq. Açar yaş salfetka və bu qədər. Mən çıxıram, orada sizi güncəlləyəcəm. Mən Alanya'nın Oba hissəsində yaşayıram. Mahmudlar biraz yarım saat 40 dəqiqə uzaqdadır əslində. Taksi ilə getsəm 10-15 dəqiqə məsafədə. Və oranın da ayrı bir şəhər mərkəzi varmış kimi düşünün. Orada ayrı bir AVM, hər bir önəmli marka mağazanın filialı və s. Bu girdiyim mağaza Rossmanndır və Rossmannın yeni il havalı stendlərini sizə göstərirəm. Qutunu çox bəyəndim. Məsələn, mən belə bir şeyləri çox sevirəm, amma alandan sonra nəyə istifadə edəcəyimizi bilmədiyimiz üçün çox almıram əslində. Amma düşünürəm ki, məsələn, mənim indi səbətlərim var, hansı ki qələmlərimi, rəngləmə setlərimi falan qoyduğum, amma məsələn yoxdursa, kiminsə karandaşlarını, qələmlərini, rəngli flomasterlarını qoymaq üçün alıb istifadə edə bilər. Sonra Aliyə gəldi və biz onunla birlikdə onun ən sevdiyi kafelərdən birinə getdik. O qədər gözəl yeni il temalı şirniyyatlar var idi ki. Amma biz daha çox da yeni il temalı olmasa da, yenə də çox estetik 2 dənə şirniyyat seçdik. Biri belə inci formasında. Baxın necə gözəldir. Ağ şokoladdan idi. Diğeri də portağallı idi içərisi. Mandalin formasında. Сегодня еще Reels будет с Vision Board. Dubai çikolatasının içində belə kadayıf deyirlər. Türklər ona olur salxım formasında. Ondan var idi içərisində. Azıcık fıstıq da var idi, çilek var idi, ağ şokolad var idi. Bu da bildiyimiz portağallı idi. Bu da çox gözəl idi. Biz ikimiz də bunu daha çox bəyəndik. Girls Date Alanya səhifəmiz üçün Aliya ilə burada oturub bərabər çay içə, qəşəng planlar qurduq. İkimiz də Instagram səhifəsini özümüzdə aktivləşdirdik. Hər ikimiz də yönetici olduq. Düzdür, hal-hazırda indi bu səsi editlədiyim, video editlədiyim vaxtda biraz başımız başqa şeylərə qarışıqdır, amma mütləq ki, davam etdirəcəyik. Evdən çıxmadan əvvəl hər şey əlimə yığıram ki, heç nə yadımdan çıxmasın. Saçımın qəşəngliyinə baxın siz. Gör nə qəşəngdir axı. Necə yaraşıb bu saç rənginə çolka. Çox bəyəndim. Özü belə yığırsan, amma yenə də yapılı şəkildə görünür. Çox bəyəndim. Məncə mənə də çox yaşım hissi qaldıracağım. Yuxarıdan da baxaq qızlar. Baxın. Baxın, necə gözəl olub. Çox qəşəngdir axı. Çox bəyəndim. Burada bacımın mənə göndərdiyi böyük ehtimal çaşka var. Genəldə səcək idmana gedirəm indi. Tez bir-iki dənə şəkil çəkdirim. Bu lookla çox gözəl görünür. Sonra qaçım, çıxım gedim. Bugün Yolka ilə şəkil çəkdirmək istəyirəm idmanda. Mənə deyib ki, Asa bu qırmızı giyin gəl. Bu fincanları indi sizə göstərəcəm. Çox bəyəndim də. Üstündəki şəkli yox, imunun içindəki formaları. Kaş ki bunlar çay fincanı boyutunda olsaydı. Çox zərifdilər. Amma kahve fincanı mən çox Türk kahvesi içmirəm. Yəni içsəm dışarıda içirəm. Evdə inanmıram ki, həvəslə oturum hazırım ki, gəl Türk kahvesi içək. Biz daha çox
kakao, sütlü kakao, şokolad, babeləsti şokolad belə şeylər sevirik. Ona görə də düşündüm ki, onu almaq anlamsız olacaq. Çox gözəl oyuncaq idi. Bu da şamlar idi. Bunları akril boya ilə rəngləyib, süsləyib yeni ildə yandıra bilərsiniz deyə sizə göstərdim. Mən bunları aldım. Bu 2 dənəni aldım. Özü də sizə göstərəcəm. Necə yerləşdirdim. Qızlar, salam. Oradan böyle pəncərəni açım, qəşəng güneş düşsün bizə. Wow, yuvarda mesela. Okay. İndi sizinlə unboxing edəcəyik. Bu marketdən aldığım müsafiqdən bu heç. Marketdən aldıqlarım sizə göstərirəm. Nələr almışam. Son zamanlarda ən sevdiyim atışdırmalı. Baxın, belə uzun strips şəklindədirlər. Çox qəşəngdir. Dadları çox oxşardı ikisindən də. Bir tık acının, bu biberdən, bu pomidordandır səhv eləmirəmsə, amma çox oxşardı dadları. Bizim burada yolkanın altında Doritos kutusu var. Onu artıq biz bitirmişik. Amma mən sürpriz olsun deyə hər dəfə alıram, doldururam. Belə, sonra yenə qoyuram. Orada bir dənəsi var. Paketin açılmış. Mən həmişə belə üstünə şpilka alıram ki, hava keçməsin, bozulmasın. Belə. Bu bizim oldu. Bu Doritos paketimizi qoyuram yolkanın altına. Anidən yadımıza düşəndə bizi sevindirir. İndi bacım mənə kaşka göndərib, onu açacaq bərabər. Burada nə almışam? Şam almışam. Qırmızı. Məndə hər rəng var idi. Yox idi qırmızı. Düşündüm Noel'ə görə. Özü çox gözəl və çox uyğun qiymətə. Bir də mənim Padnos'un pəmbi və mor tonları var. Bir dənə də bundan aldım. Görmüşkən uyğun qiymətə. Şamın yanında sayının çox olmağı çox xoşuma gəlir. İşığı onda çox olur. Qoxuya önəm vermirəm şamda. Çünki mən tütsünü zaten yandırıram. Yanında qoxu o yetərli olur. Amma şam nə qədər çox eyni anda işıq yansa, mənim o qədər çox xoşuma gəlir. Saçıma baxmaqdan özümü çəkə bilmirəm. Nəysə, bunlar belə şamlar. Bunları o qədər qəşəng pakovka eləyiblər, hədiyyə kimi də qəşəngdir. Bunları indi siz neyərik? Bunları yerləşdirərik o padnosuma, mənim şam padnosuma. İndi gəlin neyək? Küçüdə məndə bəzi yerlərdə saçımı boyanda sarılar qalıb. Onları bərpa eləmək üçün bunu aldım. Bilmirəm, özümə yeyərəm yoxsa salona gedərəm. Amma desin özümə yeyəcəm, amma bilmirəm, haçana yeyəcəm. Belə. Bunlar da bitti. Bir də sizə belə bir şey göstərim. Bu meze olaraq dedilər sizində Haydari. Amma bildiyiniz bizim bu doğğa var. Sanki doğğanı sulu yox, belə quru versiyası kimi bir şeydir. Yəni sos olaraq yeməyin yanına qoya biləcəyin tipdə bir şeydir. Və biz bunu ətin falan yanında qarnir kimi istifadə edirik. Yəni dadlı olur. Və son olaraq Milka fındıqla 2 dənə bunları aldıq. Belə. Bunlar nə içəcəyik? Çayla, has çayla. Bacımın mənə aldığı çaşka. Onun içindəki çayla. Bu kurabiye qız olmalıdır. Kurabiye adam var, bir də kurabiye qız. Bu kurabiye qız olmalıdır. Burada kraskanın şeyi, elə bildim o görüntülü aramada aşağıda baş çıxır, kimdən danışır. Elə bildim kimlərsə danışırmış kimi bir an qorxdum. Ekranda gördüm, qorxdum. Gözlər. Flying Tiger mağazası Türkiyədə konsiyer mağazalar, yəni dəftər, kitab ləvazimatları şey olaraq çox ünlüdür. Və mən çox sevirəm o mağazanı. Oradan seçib bacım. Online'dan seçib təbii ki, amma ay yala, nə şirinsən sən. Aşkının bantikine bax sən. Mənə necə uyumludur hal-hazırda bu. Çox qəşəngdir, böyükdür, böyük, dop dolu çay içmək olar, kofe içmək olar. Mən bunu təkcə qışda istifadə eləməyəcəm. Çox gözəldir axı. Özdə qızlar, içi emaldir, parlaqdır. Hansı çaşkanın içi mat olursa, orada çayında da çox pis olur.
Burada amma belə qaymaq kimi süzülür gedir. Çox bəyəndim. Çox qəşəngsən sən. Sənə ad qoyacağam. Adı fikirləşib o biri vloglarda deyəcəm sizə. Bu kargo şeyi bu qədər, açılımı bu qədər. 5% şarjım var. Bəlkə sizinlə bərabər şamları da yerləşdirək. Sonra tez gedim bunu şarja qoyum telefonu. Və ondan sonra da orada yummuş paltarlar yığını var. Onları qatlayıb yerinə qoymalıyam. İdman kombinimi dəyişməliyəm. Pijamalarımı giyməliyəm. Və qabları yumağa qoymalıyam. Ondan sonra yenə də öz şəxsi işlərimdən məşğul ola bilərəm. Evin görevləri bitir. Yeməyi dönə hazırlamışam. Afərin mənə. Qızlar, güncəlləmə ilə gəlmişəm sizə. Bu günlərə saçım belə önce belə yığdım. Çayımı da süzdüm. Sincerella qoydum adını bu arada. Artıq açıq elan elədim adını Instagramda. Qızımla deməli çayımı içirəm. Və indi gətirib fırçaları əslində yumaq istəyirəm. Bir də şamları yerləşdirmək istəyirəm. Birinci fırçaları yuyaq məncə. Bilirsiniz niyə? Çünki düşünürəm ki, onları biraz qaynayan suda saxlayıram, sonra bu şamları yerləşdirək sizlə. Gedim mən fırçaları getirim. Qalan hər şey hazırdır onsuz da. Deməli qızlar, hər şey gətirdim, bura lazım olacaq. Çay qoyaq kənara. Bu bütün fırçalarımdır mənim. Mən bu vaxta qədər heç fırçaları yumamışam. Çox vaxt mən köçmüşəm və yer dəyişdirmişəm deyə elə fırçaları tutaq ki, dəyişmişəm, atmışam və artıq uzun müddətdir ki, mən uzun müddətli fırça istifadə şeyinə keçmişəm, ona görə də bunları yuyacağıq. Sonra burada 2 dənə var məndə nə? Bu Tanani istifadə elədiyim sponçlardır. Bunları atacağım hamısını, amma bu qabın özünü də yuyacağım. Yenə həmin köpükdə. Burada da mənim karandaş yunanım var, onu da burada yumaq istəyirəm. Ən sonunda bu ikisini yuyacağım. Sonra yumaq üçün bir dənə bulaşıq tableti gətirmişəm. Daha gentle davranar deyə düşünürəm. Yuyucu vasitə, yəni paltar yuyucu vasitə kimi olmaz yəni ki. Bu da biraz əlavə edəcəm şey. Normal üz yuma jelidir, fərqi yoxdur. Və ən əsas belə bir plastik qaba suyu qaynatmışam, orada qaynar. Belə bir şey sifariş eləmişdim Trendyolda, hansı ki bu belə diriş-diriş səthi var. Mən bunu belə eləyəcəm. Baxın, belə olur. Və bunun bu hissəsinə bunu belə qoyacağam. Əslində daha kiçik qabda olardı. Sadəcə mən onu yumağa qoymuşam. Hal-hazırda əlimdə bu var və bunu prosta elə bir ki fırçaları belə götürüb biraz sürtəcəm. Biraz sürtəndən sonra zaten saxlayacağım evin içində özləri yulacaqlar. Əvvəl düşündüm mətbəx çanağında yuyum, amma sonra düşündüm ki elə rahat olmayacaq mənə. Və o kistin içinə də şeyin içində bir dənə hədiyyə qoyublar, belə bir fırça. Birinci nə edəcəm? Bunu atacağam bura, tablet kəsib. Adətən yağlı olur deyə teksturalar, makyaj malzemelerinin. Ona görə düşünürəm ki, qablayan şey, yağlı teksturanı yaxşı təmizləyər. Buram üstünə. Bu onsuz da belə köpürüb daşır. Belə olur. Düz az istifadə eləmişəm ama yenə də. Kutu şeyi. İnanırsınız heç bir damcı fırlatmışam yəni. Belə kənarlara düzmək istəyirəm. Texnik budur yəni. Aşırı fərqli bir şey eləməyəcəm. Deməli qızlar, güncəlləmə. Fırçaları yudum. Amma belə bir problem oldu. Mən çox qaynar su qaynadıb tökdüyümə görə siz də belə eləməyin. Məsələn, məndə bunlar plasmas olduğu üçün baxın, buraları açıldı biraz. Və sanki bu əriyirmiş kimi oldu. Bunları biraz matlaşdırdı. Həmin o kraska. Amma heç nə olmaz. Yəni, onsuz da mənim üçün buraları lazımdır. Önəmli olan budur. Sadəcə təcrübə oldu. Yəni, su kranının maksimum isti gözü ilə olan su istiliyi yetərlidir. Qaynar çaynika ehtiyac yoxdur. Əsas odur bunları yudum, hissələr. Məsələn, buna heç nə olmayıb, baxın. Amma həmçinin bu taxtaların bu hissələri, bilirsiniz niyə matlaşıb? Bu hissələri. Bunun elə bir ki, bu plasmasların kraskaları sanki buralara
hopdu anidən və o matlaşdırdı. Amma heç nə olmaz, o təmiz olması önəmlidir. Belə fırçaların özləri kalitədir, tük hissələri. Daha çox mən Nasitanın fırçalarını istifadə edirəm, bu markanın. Amma fikir verin, bunlar da əslində Nasitadır, amma taxta olanlar daha qəşəngdir. Yəni onlarda heç bir qopma olmadı, buradan mı bunlarda ərimə oldu. Mənim günahımdır o, bilirəm, amma heç nə olmaz. Belə, sizə də paylaşım dedim. Qızlar, bunları qoydum belə balkonda stolun üstünə, burada qəşəng qurusunlar. Sonra yəqin ki, sabah axşama artıq hazır olarlar. Bunlar burada qurusun. Biraz əvvəl pis oldum ki, korladım onları, amma sonra düşündüm ki, əsas təmiz olmaqlardır da. İndi onsuz da hərəsinin 1-2 il ömrü olur da əslində, ondan sonra dəyişmək olar. Ona görə də əsas odur ki, qəşəng təmiz oldular. İndi bir dənə o qələm yonanı təzələyəcəm, onu alacağam. Ondan sonra təzələyəcəm onu və bir dənə də süngər alacağım balaca ölçüdə, hansı ki konturu yaymaq üçün. Onu təzələyəcəm. Belə, sizinlə bərabər seçək. Deməli qızlar, bu süngəri mən tonal üçün də istifadə edirəm. Aşırı yumşaqdır və mən hətta süngəri islatmıram, sevmirəm. Onun rütubətli, nəmli olmasını, rütubət qoxmasını sevmirəm. Bu gördüklərinizi aldım. Sonra gəlirəm şam padnosumu yığmağa. Burada hələ bilmirəm, ilk dəfə açıram. Biraz dediyim kimi sizə deyəcəm, yağlı hiss etdirir şamlar. Okay. Bu belə bayağı parafinli. Şam kimi qoxur. Yağlıdır bayağı. Mesela burada da bu şam var da, böyle değil. Ama bu böyle yağlı, parafinli. Çünkü bu vaxdı. Ona göre. Ama hiç olmaz şamda da ne farkı var. En merkeze koyayım. Böyle bunu koyayım. Bura. Yandırmaq üçün. Bu əslində yağmur havası. Bunu çıxardaq. Bunu da qapaq olaraq üstünə bir yer açıldı. Bunlar belə. Bu vaxtdır. Bilirsən, şamın oxşayır bu. Bir işıqlar sönəndə yandırdığımız şamın oxşayır. Deməli, şamları aldığım gün həm uyğun qiymətli olduğu üçün, həm belə hissiyatı qəribə olduğu üçün düşündüm, tərəddüd elədim ki, bəlkə yaxşı olmaz. Amma yandırdım, çox bəyəndim. Hətta mərkəzinə doğru əriyib, mərkəzini dərinləşdirməsi, kənarlarından axmaması çox xoşuma gəldi. Deməli qızlar, o qədər tez-tələsik hazırlaşdım çünki dünən ağrıyırdım, qulağım ağrıyırdı və səhər oyana bilmədim. Hətta gedib getməmək arasında qaldım, amma getməyi seçdim. Saçımı belə o qədər tez eləmək zorunda qalmışam ki, amma lokum belədir. Bir qəşəngdir, pislav da yeni çəkəcəm. Может, ты приходишь и заберешь? Много энергии появилась, честно говоря. У нас в доме диван такой цвет. Я обожаю. Да. Переехала, у меня не было сил совсем. Переезд, мастер-классы, столько всего. А тут... Слишком жарко. Конечно, у всех разные. Это нормально. Это здесь проводить ретрит для художников, пленеры. Вообще, я очень хочу, мне так нравится. Да, Мартин.
сама не сделала. Всегда я сама сделала челку. Класс. А у тебя не было челки, да? Не. Клёво. Я думаю, что-то изменилось. Да. Я не могу понять, Не, что. не знаешь, да, что? Класс. А я уже привыкла смотреть все время разное. Да, я Делаешь думаю. красиво, по-разному. Уже я даже не спрашиваю, потому что Где Vision Board я просто утром хотела совсем разные. И сегодня ему сделаем. Все фоточки, все. Я у Анжелики видела. Да? Я ей пишу, боже, как красиво. Здесь тоже была наша учительница Пилатес. Она турчанка. И Аля была, да? Да, Аля совсем не знает турецкий, она совсем не знает по-русски. Тоже Инна, у нее есть подруга, она тоже не знает по-турецки. И мы все разговариваем. Придется. Я готовила вопросы для каждый человек. И я написала по-турецки и по-русски. Каждый вопрос, да. Мне есть вроде достаточно, что для этого мечта. А у тебя есть фотографии твоего живота? Да. Можешь показать? Сейчас? Да. Я никогда в жизни не делала. Только в онлайн, кстати, мне кажется. Deməli, sizə özət keçim. Mənim çolkalı olduğumu görüblər, amma başa düşülən isə fərqli bir şey var. Amma bilmirlər də indi. Çünki deyir ki, orada da Vika, sən deyir hər dəfə fərqli obrazda gəlirsən deyə. Mən deyir əmin ola bilmədim ki, sən çolka kəstirmisən, yoxsa prosta fərqli obrazdasan deyə mənə elə gəlir. Sonra da biz danışırıq nədən? Deməli, Vision Board-dan danışırıq, kimlər var idi. Sonra deyirəm ki, mən bəzilərimiz ümumiyyətlə rusca bilmirdi, bəzilərimiz ümumiyyətlə türkcə bilmirdi, amma biz çox yaxşı anlaşdıq aramızda. Bunlardan danışdıq. Sonra biz Bəxtiyarla gedirik Gürcü restoranına, Pepelaya. Oranı da yeni ilə görə çox gözəl bəzəmişdilər. O dolma tərcih etdim. Azərbaycan dolması çünki ətli olur, amma Türkiyədə sarma ətsiz olur deyə o çox özlənmişdi. Bu dadı. Mən isə qızlar şaurma tərcih etdim, amma Pepeladakı şaurma çox fərqli idi. Keçən master-klassda hazırladığım yolka oyuncağı artıq bu master-klassda qurumuşdu və mən götürdüm. Burada Bəxtiyara göstərirəm ki, bəyəndi yoxsa yox. Baxın dekora, şamları, şərab butulkasına yerləşdiriblər. Çox bəyəndim. Şarmam gəldi. Fərqi nədir bizim şarmadan? Gürcü sayağında qırmızı kələm və nar və vişnə tuşməzə bir sosu olur. Çox dadlı olur. Qalan şeylər bildiyimiz şarma kimi olur. Qızlar, baxın bura necə gözəl bəzəyiblər. Yəni hava o qədər gözəl istidir ki, yəni dışarıda oturmaqda heç bir problem yoxdur və narinci ağaclarını da işıqla bəzəyiblər. Yəni tam Alanya vibe-dır da. Həm bir tərəfdə portağal var, narinci var, bir tərəfdə yolka var. Yəni bu kafe mənə tam Alanyada yeni il ab-havasını yaşatdı. 30 cheesecake seçdik biz, ikimizə bir dənə. Çünki həm yemişdi, həm də fazla kalori olmasın deyənə sadəcə tadımlıq. Çox bəyəndim təbii ki. Bu dünyada bir sensin. Aşağıdaki ulduzlara bax. Bir dəfəkinə onu satırlar metroda. Biz də pərdəmizin üstündən sarıq. Amma bizdə pərdə yoxdur. Bizdə də pərdə yoxdur. Bizdə jalüzdür. Yan tərəfə pərdə. Onun üstündən sarıq. Və getdik kurabiyə qızın. Sevgisini də aldıq, tək qalmasın deyənə. Çox şirindir. Bu da qız. Səhər burada çay içmişdim. Bunlar bizim yeni il kupalarımız. Hələ ki fərqli tərəfdədir. Çox gözəldir amma.
resimdən. Burada şeydir, qəhvə makinəsidir əslində, amma elektronikdir. Və sən burada təkcə qəhvə yox, süd falan da qızdıra bilərsən. Mən də istəyirəm ki, bizə isti süd düzəldim, ona görə bunu açmaq istəyirəm. Və Aliya bizə gəlir, qliant düzəldəcəyik kurabiyadanla. Süs. Duxu qoyublar hər yer. Nə əlaqə, hə? Kahve makinesi duxu hər yer qoymaq. İlk dəfə belə bir şey görürəm. Doğal parfümün biyoloji kokularını keşfetmeye hazır mısın? Hazırım. Hazırım ama yəqin kimdə şəkilən bizlisi var. Yalan. Muhtemelen bunu vereceğim Bəxtiyara, atsın sumkasına. O işte belə mini parfümlər aparmağı sevir. Növbətdə qalanda istifadə eləməyə. Gəl bərabər baxaq. Ay. Ne qəribə qoxusu var. Çox qəribə qoxusu var. Uzun rəndə kimi doğrayanını almaq istəyirəm. Yeni ilə mimoza salat eləmək üçün. Prosta bilmirəm, hələ əmin deyiləm. Yəni, sırf bu yeni ilə olmasa da ondan almaq istəyirəm. Mən salat çox sevirəm. Biz evdə Bəxtiyar da çox sevirim mən salatı. Simbo'da həm də fiyat performansı ürünüdür. Ümumiyyətlə, mən kivini də Simbo'nu da bəyənirəm. İkisi də çox gözəldir. Mənim evimdə çox əşya kividir. Bu da nə gözəldir, ətri budur bunun. Amma yarısı yoxdur, elə bil. Ya da mən vurdum, belə bir yarısı getdi. Okey. Deməli, belə başa düşürəm ki, bu bunun içində olmalıdır. Okey, çözdüm, saldım. İçində qəşəng belə qolbu belə taxılır. Ehtiyat olmaq lazım. Belə qoyacağım evin kitab. Amma yox, bunu qapı yana qoymaq olmaz. Eləcək biz daha çox yəqin ki, biz çox Türk kafesi içməsəydi. Amma haçansa istəsək, Türk kafesi də alıb eləmək olar. Səhərsi gün Aliya gəlir mənim evimə, bərabər pinəkleme date eləyirik. Bu Gilmore Girls-da çox məşhur bir date'dir. Pizza və yanında dondurulmuş yoğurt, yəni bizim bildiyimiz marujna, dondurma. Bu ikisi birlikdə kombin olaraq Rory ilə Lorelayın ən sevdiyi tənbəl date yeməkləridir. Çox vaxt film izləyəndə, axşam bərabər söhbət edəndə belə yeyirlər. Biz də qərar verdik ki, Gilmore Girls izləyə belə bir menyu yaradaq özümüzə və təbii ki, pizza və dondurma kombin eləyək. Это реклама? Пожалуйста, ну прошу. Какая уже чашка за утро? Первая. А если честно? Пятая, но твоя лучше. А я поцеловалась и сорвала кое-что. Лорила, их отталкивает вовсе не твой внешний вид. Подумай об этом. Умер кто? Мы платим. Разбил машину? Мы платим. Лишился ноги? Мы платим. Ну, зато слово Я не очень говоришь. хорошо Сделала понимаю что-то по-русски. пошлое? Говорить мне немножко трудно. Рада. Люди сегодня особенно глупые. Норман Мейлер, я беременна. Люк умеет танцевать вальс? Умеет. Просто знай, я за. Я полностью за. Будет как в первых 15 минутах спасения. Я не попаду в Гарвард. Сексом занималась, но в Гарвард не попаду. Я прекратила с ребенком, как ты знаешь, что позовем. И если прыгнешь ты, прыгну я же. Ради рок-н-ролла я готова рискнуть быть навеки проклятой. Да хватит уже! Потому что я люблю тебя, дурак. Чую снег. Зима. Тебе? Мне тоже. Начинаем зиму. Они уже взрослые, старые. Лорелай старше. За сайт они очень качественные. Привет. Вот так ты выглядишь после перелета. Так ты меня приветствуешь. Уже 7 часов было
зажата в жестянке с кучей людей, больных туберкулезом, дифтерией, чесоткой, пожирающих хумус, с опоенными чем-то детьми, бросающимися на тебя и крадущими сдачу. Какими линиями ты летаешь? Ты должна быть вымученной и уставшей. Петь, у меня была мечта с жуткой стрижкой, продавая тело французским Они морякам. сильно А ты выглядишь изменились. идеально, признай, ты огламурилась. Да, не А Ну, не на нас постановки для было. окружного инспектора. Ты мне это рассказываешь, чтобы я подольше осталась? Получается? Вроде того. Mən burada öz favori pizzam ballı hardallı pizzadan almışam və istəyirəm Aliyə dadsın, onu bəyənirmi, bəyənmirmi çox merak edirdim. Sizə də önərirəm. Həm əgər turşla şirini birləşdirməyi sevirsinizsə, məncə bunu da çox sevəcəksiniz. Sonra günün axırına yaxın belə üzərimə bir ağırlıq, sanki belə enerjimi yeniləməliyəmmiş kimi bir şey çökür və mən deyirəm təbii ki, yürüyüş edəcəm. Çox sevirəm təmiz havada yürüyüş etməyi, hələ dənizə baxa-baxa yürüyüş etmək. Yəni favori çox gözəl mənzərə. O gördüyünüz işıqlı hissə Alanya'nın saray hissəsidir. Yəni daha sanki bizim içəri şəhər hissəmiz var. Oranın daha qədim ilk məskunlaşma hissəsidir və gəlirəm evə. Nəhayət ki, mən spot işığını tapmışam. Bu aspiratorun işığında nə qədər çəkmək olurmuş. İnnanın hədiyyəsi gəlib. Qəşəng qutular Alexiye'ndən ona makyaj şapkası aldım. Çünki onun vision boardunda görmüşdüm ki, o profesional şəkildə makyaj eləməyi öyrənmək istəyir. Ona görə də ona rəngini çox xoşalar. Məndə Günlərin aldığı Kiko var, amma özümə bundan da almaq istəyirəm. Bu daha matlıdır. Aha. Bilirəm ki, videoya baxmayacaq, çünki Azərbaycan Jones da başa düşmür deyə baxmır. Bilmirəm, xoşuma gəldi Alexiye'nin. Baxın, mənimki budur. Kiko'nunki. Bu da Alex Savier'nindir. İkisi də qəşəngdir məncə. Bu daha moddur, ölçülər də eyni düzdən. Daha sonra Trendyoldan Angelika üçün sifariş verdiyim köynək gəlir. Mən qəşəng köynəyi ütüləyəcəm. Əslində ağ saroçkadır, yəni. Amma fərqli özəlliyi nədir? Qolları bombe kimi qalır, prenses elbisə kimi, qolları kimi. Amma qollarının ucu hissəsi isə, yəni biləyə yaxın olan hissəsi isə daralır. Sonra özüm hazırlaşıram, çünki idmana gedəcəm. Elə idmanda qızların, platesdə qızların hədiyyələrini verəcəm. Burada özümə zər sıxıram. Bəli, görəcəksiniz indi. Çox zərif bir zərdir. Günəşin işığında parlama etkisi yaradacaq. Sizə sonra göstərəcəm necə uçuşurlar havada. Əslində mən bu zəri yayda elbisələr, yəni daha dekolteli, daha yəni geyimlərimiz daha açıq olduğu üçün qolluğa, sinəyə hər birinə vurmaq olur da, yəni bu zəri. Mən çox sevirəm istifadə etməyi. Hətta sizə deyim ki, saça belə vura bilərsiniz və ən püf nöqtə, əgər gecə harasa gedəcəksinizsə və qara don geyinmisinizsə, qara dona vursaz, gecə işıqlarının altında alışıb belə zəlli-zəlli görünəcək. Çox gözəl görünür, çox incə görünür. Arxada görürsüz Inna ilə deməli Angelika hədiyyələri də. Angelika üçün sonra mən hədiyyə paketi də aldım. Marketdən onun içərisinə qoydum və o şəkildə verdim. Burada çantamı yığıram, pilatesə gedəcəm deyənə. Xoşum gəlir ki, özümə lazım olan şeylər yanımda olsun da mənə güvən hissi verir. Xırda detallar və ağlıma nəsə gələrsə yazım deyə dəftərçəmi də götürdüm. Əslində gedəndə soyuq olmur, amma idmandan çıxandan sonra təbii ki, üşüməyim deyənə, yəni əynimə geyinmək üçün belə çiynimə indi hırka atıram. Kahverengi ilə pəmbənin uyumunu çox sevirəm. Bunu kahverengi ilə də pəmbənin uyumunu, bozla da pəmbənin uyumunu çox sevirəm. Və ağlarla kombinləyəcəyim üçün və çantamda kahverengi olduğu üçün belə bir kahverengi hırka atdım. Və kitabımı da qoyuram çantama, çünki boş olduğum bir vaxtda nəyisə kimisə gözləyəndə vaxtım boşuna getməsin.
Burada Cadillac eləyirik müəllimə ilə dərsin sonunda. Sadəcə belə bir şey var ki, əslində mən Cadillac'ları çox yaxşı eləyirəm. Amma yuxarıdan sallanmalı olan Cadillac'larda nədənsə qol gücüm zəif olur. Ayaq gücümə, çanaq gücünə çox güvənirəm, amma qol gücüm çox vaxt məni yarı yolda qoyur. Sonra gəlirəm Bəxtiyarla görüşəcəyik, amma o müddət ərzində gözləməmi dəyərləndirirəm. Ağlıma gələn ideyalar var idi, hansı ki gün ərzində, bir neçə gün ərzində ağlımdaydı. Tez onları yazıram. Daha sonra kitabdan oxuduğum bir hissə var idi. Girl State Alanya üçün onu içerik etmək istəyirdim. Onda not alıram və onu necə rusca çevirməliyəm falan bunları düşünüb yazıram. Daha sonra çevirirəm və belə. Bir dənə qalır yazıb paylaşmaq. Artıq bitirdim işimi və həm kafemi içmiş oldum, həm də bunu dəyərləndirdim. Burada görürsünüz saçlarımda sarılar hələ də qalıbdı və arada xət görsənir. Bunu amma düzəldəcəm. Gedəcəm saçımı kafedə boyadacam. Beşinci gün olduğu üçün mən altı bazar oyananda xoşum gəlir ki, evdə şirinyat tipli nəsə bir şey olsun ki, oyananda enerjik oyana bilərsən, enerjik oyanmaya da bilərsən də rahat kahvaltı eləmək üçün olsun evin altında. Burada alman çörəyi aldım o tərəfdə. Bir də kruasan alacağım, şokoladlı, fıstıqlı, belə basit, amma yəni çayla içib enerjini almaq üçün həftə sonu kahvaltıda çox qəşəng olur. Deməli, burada sizə gülməli bir şey danışım. Paketlər çoxdur, belə şəffaf görsənən hissəli olan var, tamamilə kağız olan var. Mən fikir vermişəm ki, kassada həmişə kassirlər onların növünə görə qiymətini vururlar deyə onlara çətin olur da kağızın içində nədən nə qədər olduğunu. Və xüsusən ona görə belə görünən kağızlı paket seçdim. Kassada da qıza deyirəm ki, bax sənin üçün seçmişəm amma belə paketi. Qız da mənə deyir ki, çox sağ olun, təşəkkür edirəm. Çox qəşəng, şirin bir dialoq oldu. Evə gəldim, püre eləməyə başlayıram. Bu püre tökmə detalını əslində planlamamışdım. Sadəcə pürenin kartoflarını süzəndə çaşıb bütün suyu boşaltdım. Sonra soyucuna açanda süd gördüm. Belə bir şey uşaq vaxtı xalam hazırlayanda bəyənmişdim və illər sonra təkrar elədim. Kərə yağı təbii ki qatıram, çox bəyənirəm. Duz, istiot və qəşəng bunu sonra əzirik. Aşkım var gəlsin. Səhər burada üstümə zərbə vurmuşdun da. Buna bax, onun üstünə bax. Zərlər var. Uşaq vaxtı biz lyotka balıqla, sevilmiş balıqla püreni çox sevirdik. Mən də bunu ton balığı ilə eləyirəm, çox dadlı olur. Yəni evdə ton balığı var idi deyənə, püreni ona görə elədim açığı. Çünki o uşaq vaxtı ki o kombonu çox bəyənirdim. Bilirdim ki, şinnət yemək üçün dışarı gedəcəyik. Ona görə də hafif yedim, çörəkli yemədim, çörəksiz yedim. Sonra şinnət yemək üçün getdi, çox şirin bir kafeyə. Və mən artıq qızlarla vision boardumu hazırlamışdım. Amma istəyirdim ki, Bəxtiyar da belə, necə deyim, mistik bir şəkildə hazırlasında, tək hazırlanmış kimi olmasın. Ona görə də onda götürdüm. Dedim ki, gedək bərabər vision boardunu da orada hazırlayaq. Çox da qəşəng oldu. Orada yuxarıda sizin gördüyünüz stikerlər idi. Hansı ki, mən Gilmore Girls temalı çıxartmışam, öz ajandama yapışdırmam. Bu isə onun özünün vision board hayallərinin rəsmləridir. Və onun üçün sadəcə bir A4 olduğu üçün biz kartonu da balaca bir şəkildə kəsib apardıq özümüzlə ki, çox yer tutmasın. Həmişəki kimi hafif olması üçün cheesecake sifariş elədik və o deyir tatlı yeyək, tatlı konuşaq. Tatlı yeyib qəşəng enerjilə də Bəxtiyarın vision boardunu hazırlamağa başladıq. Təbii ki, belə quru-quru olmaması üçün mən özümlə həmin suallardan da götürmüşdüm. İlərləyən vaxtlarda Bəxtiyara hər bir kəsdiyi şəkil üçün, hər bir arzusu üçün mən o suallardan da verirəm və onun üzərində söhbət eləyirik, danışırıq. Burada artıq kəsib bitirir və yavaş-yavaş necə sərgəli kəsib baxın. Yəni artıq çıxan kağızlar ancaq o gördüklərimizdir. Yəni aşırı səliqəli, aşırı səliqəlidir Bəxtiyar. Bizim belə bir adətimiz var ki,
Bəzən özümüz söhbət eləyəndə belə, kimi söhbət eləyəndə belə Pinterestdən xüsusi suallar var. Onları açırıq və söhbət dərinləşdirən suallardır. Bunları cevablaya söhbətimiz axıb gedir. Burada ona verdiyim suallar isə sırf vision boardla, arzuları ilə bağlı olan suallar idi. Cavablandırdıq, söhbət elədik, çox maraqlı oldu. Hemen fikrimi söylüyorum. Yani çoğunlukla zaten popüler olanlardan konuşuyorlar. Bazıları da Bunu bəzən hətta suallar 2 ildən bir təkrarlanır, eyni suallar olur, amma o qədər fərqli cavablar olur, o qədər böyümüş oluruq ki, həqiqət. Sadə siyah yox, mavi alt tonlu siyah olduğu üçün özüm boyamı alıb elə gedirəm masterin yanına. Deməli, sizə çox gülməli bir şey danışacağam. İkimiz də bir-birimizdən xəbərsiz. İstəmişik ki, sürpriz olaraq fast food burger sifariş eləyək, burger menü. Təsəvvür, ikimiz də eyni vaxtda sifariş eləmişik. Sadəcə fərqli restoranlardan, mən Popeyes'dən, o Arabistan eyni anda 2 dənə paket gəldi. Yəni qısa müddət aralıqla və evdə bir anlıq 4-5 dənə burger oldu. Yəni bundan sonra nəysə bir sürpriz planlayanda çatdıracağıq ki, bir-birimizə eyni anda bu qədər sifarişimiz olmasın. Əslində biz istəyirdik ki, həm də spoiler verim sizə, Gilmore Girls-dakı bir səhnəni canlandıraq, yeni ilə aid səhnədir. Amma sonra düşündük ki, o toyuqlu burgerdən yox, ətli burgerdən daha yaxşı olar. Sonra mən gəldim şkatulka boyama master-klassına, axşam olmasını çox sevirəm. Ümumiyyətlə, rəsm master-klassı məncə axşam çətin olur. Çünki rəngləri tam görə bilmirsən. Amma bir şey hazırlama, prosta boyama, yolka oyuncağında da boyama olur da, çox belə dəhşət rəsm çəkmirsən. Ümumiyyətlə, bu detallı olmayan işlərdə daha rahat olur axşam eləmək. Həm də axşam o ab-hava tam başqa olur. Kino qoymuşdu Vika arxa fonda, yeni ilə aid olan. Baxın, bu şkatulkanı boyayacağım. Так и знала, я так и знала. Давай дай мне эту краску. Да. Да. Ну, если ты за приключения зеленого года, Санта-Клауса, точнее. Я все твои влоги смотрю. Да? Да. Тебе понравилось? Да, очень здорово. И у вас красивые прянички получились в последний раз. Да. Аля говорила, что так здорово, что вы с ней начали дружить, потому что она еще хотела снимать влог, и ты говоришь, а давай снимать влог. Слышишь, как бывает? Аля, что ты девочка на мастер-классе, да? Давай не снимала влоги. Qızlar, şkatulkanın son halı belə oldu. Və sizə həm böyük fəxrlə, həm də birazcıq hüzünlə deyirəm ki, bu sonuncu vlogmas videomuz idi. O qədər xoşuma gəldi bu seri. Sizi öpürəm, qucaqlayıram. Növbəti videolarda görüşmək üzrə. 2026 hər birimizə sevgi dolu gəlsin.